İbn Hüseyn rahimehullah çoxlarınızın tanıdığı, Allah ona rəhmət etsin, alimlərdən biridir. Sual verirlər ki, deyir ki, ey şeyx, bizə nəsihət edin, elmlər çoxalıbdır. Hansı elmi öyrənmək bugünkü gündə bizim üzərimizə zərurətdir? Şeyx İbn Hüseyn rahimehullah gözəl bir söz deyir və deyir ki, əziz qardaşlarım, özünüz də bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hər gün gələn fitnə əvvəlkindən daha böyük olacaq. Hər gün gələn fitnə əvvəlkindən daha böyük olacaq. Və bu qiyamətə qədər davam edəcək. Və fikir versəz qardaşlar, yəni necə ki sizdən bu gizli deyil, hər gün gələn fitnə əvvəlkindən dəhşət olur. Hər gün gələn fitnə. Və fikir versəz, bu fitnələrin heç biri nə fikir məsələlərdə, nə sira məsələlərində, yəni dinin furu olan məsələlərində gəlmir. Kim gəlib deyir ki, məsəl üçün bugün bidət əhlindən gəlib deyən varmı ki, dəstəmazda sən belə yox, belə ixtilaf düşüb aramızda, yəni bu yox, elə bir şey yoxdur yəni. Bizim o birisi firqələrlə, bidət əhlinə fikri məsələdə heç bir tartışacaq məsələmiz yoxdur. Amma onların gəldikləri şübhələr, özünüz də fikir verirsiniz, ad və sifət tövhidində, Allahdan qeyrisindən çağırmaq olar məsələsində. Yəqin görmüsünüz də bunlar, düzdürmü? Hər bir gələn bidət əhli vallahi bunun üzərinə gəlir. Və İbn Hüseyn rahimehullah onu tövsiyə edir ki, İyyəkum və iyyəkum. İyyəkum ərəbcədə tənbih eləməkdir. Yəni siz olun deməkdir. Siz olun, əqidə öyrənin qardaşlar.